Bismillahirrahmanirrahim. Allahumma salli ala Muhammed və ali Muhammed və accil fərəcəhum. Salam əziz və dəyərli Hacı TV kanalının izləyiciləri. Xoş gördük hər birinizi Hidayət Çırağı verilişində. Bildiyimiz kimi bu günləri İslam tarixində 10-cu imamımız İmam Əli Yənnəqi əleyhissalamın Mövlud günüdür. Bu Mövlud günü münasibəti ilə başda ağamız, Mövlamız İmam Zaman Əcəlallahu Teala'hu Fərəcəhuş Şərif olmaqla siz əziz və dəyərli izləyicilərimizə göz aydınlığı veririk. Əziz tamaşaçılarımız, bildiyimiz kimi o həzrətin ləqəblərindən biri Hadi ləqəbidir. O həzrətin insanlar arasında hidayətinə daha çox önəm verdiyi, yəni hidayətinin insanlara daha çox fayda verdiyinə görə o həzrət Hadi adlandırılıb və bizim televiziyamızda məhz o həzrətin Hadi ləqəbi ilə adlanıb. Allah təbarək və Teala bizləri hidayət olunmuşlardan qərar versin inşallah. Bugünkü günümüzün verilişi İmam Hadi əleyhissalam barəsindədir və İmam Hadi əleyhissalam barəsində siz əziz və dəyərli tamaşaçılarımıza məlumat vermək üçün verilişimizin əziz və dəyərli qonağı var. Bugün verilişimizin dəyərli qonağı Höccətül-İslam vəl-Müslimin Kərbəlayı Ramil Əzimovdur. Salam Hacı, xoş gördük. Buyurun siz də öz təbriklərinizi əziz və dəyərli tamaşaçılarımıza çatdırın. Mən də öz növbəmdə ilk öncə bütün Hadi TV izləyicilərini salamlayıram. Çox sağ olun. Eləcə də Hadi TV-nin işçilərini ki, bu kanalda həmin böyük şəxsiyyətin adı ilə adlandırılıb və bu kanalda əziyyət çəkən hər bir sahəsində verilişin bu sahəyə, bu ərsəyə gəlməsində böyük əziyyətlər çəkən bütün işçilərə də təbrik edirəm. Çox sağ olun. Eləcə də başda İmam Zaman ağa olmaqla bu verilişdən bütün tamaşaçılara da təbrik edirəm. Çox sağ olun. Və Allah Taala'dan arzum budur ki, Allah Taala bizi o həzrətin davamçılarından etsin inşallah. Çox sağ olun. Allah razı olsun. Zəhmət çəkdiniz, verilişimizi öz gəlişinizlə nuraniləşdirdiniz. Kərbəlayı istərdik İmam Hadi əleyhissalam barəsində bir neçə sual sizdən soruşaq. Siz də zəhmət çəkib əziz və dəyərli tamaşaçılarımıza məlumat verərdiniz. Birinci sualımız budur ki, İmam Hadi əleyhissalam 10-cu imam və 12-ci məsum sayılır. Və biz bütün imamların həyatına baxsaq, onların həyatı üçün bizim ibrət dərsləri var. Və ona görə də istərdik ilk sualımız İmam Hadi əleyhissalamın həyatı barəsindədir ki, siz bizə izah verin, İmam Hadi əleyhissalamın həyatı barəsindəki imam harda dünyaya gəlib, ata, anası barəsində zəhmət olmasa bizə məlumat verərdiniz. Bismillahirrahmanirrahim. İlk öncə mən istəyərdim ki, İmam Hadi əleyhissalam haqqında ümumisə əziz tamaşaçılara məlumat verək. Sonra inşallah İmam Hadinin təvəllüdü, İmam Hadinin ləqəbləri, İmam Hadinin fəzilətləri haqqında geniş məlumatlar verək. Allah'ın izniyle. İlk öncə mən istəyərdim ki, İmam Hadinin nəsəbini açıqlayaq ki, İmam Hadi kimin övladı idi və İmam Hadinin nəslində hansı böyük şəxsiyyətlər olub. Bu şəxsiyyətlərin istəyərdim ilk öncə adlarını açıqlayaq. Buyurun. İmam Hadinin nəsli belədir ki, İmam Hadinin ləqəblərindən biri Əbülhəsəndir və imamın əsl adı Əlidir, atasının adı Məhəmməddir və atası da bizim bildiyimiz kimi 9-cu imamımızdır. Bəli.
Və atasının ləqəblərindən biri də Cavaddır ki, İmam Cavad adı ilə də Cavadul məşhurdur. Əimmə də Cavadul Əimmə deyilir. Və İmam Hadi əleyhissalam İmam Rıza əleyhissalamın nəvələrindəndir ki, İmam Rıza əleyhissalam da İmam Musa Kazımın övladıdır və İmam Musa Kazım da İmam Cəfər Sadiqin övladıdır. İmam Cəfər Sadiq isə İmam Məhəmməd Baqirin və İmam Məhəmməd Baqir isə İmam Zeynəlabidinin və İmam Zeynəlabidin əleyhissalam isə İmam Hüseynin, İmam Hüseyn əleyhissalam da Həzrəti Əli əleyhissalamın övladıdır. Bəli. Yəni bu silsiləyə biz baxanda görürük ki, tamamilə silsilə Nur silsiləsidir və Əhl-i Beytin böyük şəxsiyyətləri İmam Hadi əleyhissalamın nəslində yer tutur. Bəli. Yəni bütün babalarına, atalarına nəzər salanda görürük ki, bütün ataları və babaları hamısı böyük şəxsiyyətlər və cəmiyyətimizin və şiənin böyük imamlarıdırlar. Bəli. İmamın anası haqqında istəyərdim mən qısaca məlumat verək, çünki vaxtımız azdır. O şəxsiyyət də çox böyük şəxsiyyətlərdən olub. Bəli. Çünki biz istəsək o haqda geniş məlumat verək, verilişlər vaxtımız o həddə gəlib çatmaz. Ona görə də qısaca istəyərdim məlumat verək. İmamın anası haqqında tarixdə və hədislərdə çoxlu məlumatlar var və onun böyük bir şəxsiyyət olması haqqında çoxlu əlimizdə sübutlar və dəlillər var. Tarixdə buyurulur ki, onun anası Ümmül Vəlidin kənizi idi və İmam Cavad əleyhissalam onu azad eləyir və o şəxsiyyətlə ailə qurur. Və onun adı Səmmanə-i Məğribiyyə deyirdilər ona. Eləcə də Seyyidə ilə də məşhur idi. Onun əxlaqı haqqında və gözəl xüsusiyyətləri haqqında hədislərdə buyurulur ki, o daim müstəhəb oruclar tuturdu və çox zahid və təqvalı bir insan idi. Və İmam Hadinin özündən də onun anası haqqında gözəl fikirlər var ki, Əli ibn Məhziyar İmam Hadidən nəql edir ki, İmam Hadi buyurur ki, anam mənim məqamımı tanıyırdı, mənim haqqımı tanıyırdı. Bundan məqsəd budur ki, yəni anam imamətə və vilayətə bağlı bir şəxs idi, tam imaməti və vilayəti tanıyan bir şəxslərdən və buna inanan bir şəxslərdən idi. Yəni bu da çox önəmli bir məsələdir ki, İmam Hadinin anası bu cür Əhl-i Beyt yolunda olan bir şəxsiyyət olub, imamın haqqını tanıyan, imamın haqqı özü geniş bəhsidir ki, burada biz onu, vaxtımız yoxdur ki, onu geniş izah eləyək. Bu miqdarda bilməyimiz kifayət eləyər ki, imamın haqqı deyəndə məqsəd budur ki, imamın kim olduğunu, onun Allah tərəfindən seçildiyi, onun babaları, ataları kimlər olduğunu və vilayətin mənasını anlamasıdır ki, bu da özü böyük bir üstünlükdür. Və digər bir xüsusiyyətində İmam Hadi əleyhissalam buyurur ki, mənim anam cənnət əhlidir. Bu da böyük bir xüsusiyyətdir ki, hər bir şəxsə nəsib olan deyil ki, İmam Hadi buyurur ki, mənim anam cənnət əhlidir. Digər onun xüsusiyyətlərindən İmam Hadi əleyhissalam buyurur ki, üsyankar şeytan ona yaxınlaşa bilmirdi. Yəni, gör nə qədər təqva cəhətdən, iman cəhətdən təqvalı idi və zahid idi və imanı nə qədər üstün idi ki, üsyankar şeytan buyurur ki, ona yaxınlaşa bilmirdi və bundan da üstün bir məqamı da var ki, İmam Hadi əleyhissalam buyurur ki, Allah Taala anamı qoruyurdu. Yəni, o daim Allahın nəzarətində idi, Allah Taala'nın inayəti var idi, ona xüsusi bir nəzarətində və nəzərində idi. Yəni, bu da böyük bir məqamdır ki, burada imam bir neçə məqamı qeyd elədi. Birinci, vilayətçi olmağı və imamətə və vilayətə tamamilə bağlı olmağıdır. Sonra cənnət əhli olmasıdır və zahidliyi, imanlığı, təqvallığı bu bəhsdir və sonuncusu da ki, bu da çox üstün bir məqamdır ki, Allahın nəzarətində olmaq. Daim Allahın nəzəri üstündə olur. Bəli. O da imanından irəli gəlir. Bəli. Eləcə də İmam Cavad əleyhissalam da Səmmanə haqqında, öz xanımı haqqında buyurur ki, onun adı Səmmanədir, o mənim məqamımı və haqqımı tanıyırdı. Burada da yenə imam təkid edir ki, İmam Cavad əleyhissalam təkid edir ki, mənim xanımım mənim məqamımı və haqqımı tanıyırdı və deyir ki, o cənnət əhlidir və qovulmuş şeytan heç vaxt ona yaxınlaşa bilmirdi.
Tağutun hiləsi ondan daim uzaq idi. O Allahın nəzarətində idi. Bunları İmam Hadi əleyhissalam da buyurmuşdu və digər burada əlavə bir məsələ də var ki, İmam Cavad əleyhissalam buyurur ki, mənim xanımım siddiq və salih analardan idi. Yəni bu da böyük bir məqamdır ki, sadiq olmaq, siddiq olmaq və əməl salih olmaq, bu da böyük bir məqamdır. Əlbəttə. Bu İmam Hadi əleyhissalamın anası haqqında olan qısaca məlumat idi. İstəyərdim İmam Hadi əleyhissalamın atası haqqında da ki, o da bizim 9-cu imamımızdır. 9-cu imamımızdır. Bu haqda da qısaca məlumat verək. Buyurun. İmam Məhəmməd Cavad əleyhissalam ki, qeyd elədi ki, İmam Rıza əleyhissalamın övladıdır. 195-ci hicri ilində dünyaya gəlmişdi və 202-ci ildə İmam Rıza əleyhissalamın şəhadətindən sonra imamət məqamını yetişir və Şiənin rəhbərliyini və imamətini öhdəsinə götürür. Və 195-dən 202-yə qədər biz hesablayanda görürük ki, bu illərdə imamın 7 yaşı olub ki, imam imamətə çatır və 7 yaşı olmasına baxmayaraq, yəni yaşının az olmasına baxmayaraq, o imamətə aid olan bütün işləri icra eləyirdi. Yəni Mədinədə atasına aid olan bütün işləri icra eləyirdi. Qulamlara və kənizlərə göstərişlər verirdi və onların bəzilərini bəzi işlərdən çəkindirirdi və onlar da imamın əmrlərinə tabe olurdular. Və bu haqda mən istəyərdim bir hədisi də burada nəql eləyək ki, İmam Rıza əleyhissalamdan nəql olunan bir hədisdir. İmam Cavad əleyhissalamın az yaşlı olması haqqındadır ki, çünki bu hədisi biz araşdıranda bundan belə nəticə almaq olur ki, o dövrdə bu ilk bir iş idi ki, yəni bir imam 7 yaşında imamətə çatsın. Yəni bu şiyələr üçün həzm olmamış bir məsələ idi. Şiyələr bunu biraz çətin qəbul edirdilər ki, necə ola bilər ki, bir 7 yaşında uşaq gəlib bu boyda imamət öhdəliyini boynuna götürsün. Ona görə də Səffan ibn Yəhya ki, İmam Rızanın yaxın səhabələrindəndir və böyük şəxsiyyətlərindəndir. İmam Rızadan sual soruşur ki, Allah Taala sizə Əbu Cəfəri əta etməmişdən öncə biz sizdən bu mövzu haqqında soruşduq. Siz buyurdunuz ki, Allah Taala mənə oğlan övladı əta eləyəcək. İndi Allah Taala sizə oğul verdi və bizi sevindirdi. Allah Taala bizə sizin vücudunuzun nemətindən məhrum olduğumuz günü göstərməsin. Burada arzu edir ki, Allah Taala eləməsin ki, siz dünyadan keçəsiniz. Buyurur ki, amma belə bir hadisə baş versə, yəni siz dünyanızı dəyişsiniz və şəhid olsunuz, biz kimə müraciət eləyək? İmamını soruşur ki, biz sizdən sonraki imam kimdir? Və İmam Rıza əleyhissalam da öz qarşısında uzanmış uşağa işarə eləyir, yəni İmam Cavad əleyhissalama işarə eləyir. Deyir ki, sizin imamınız budur. Sonra həmin şəxs, o şəxs üçün şübhə yaranır ki, necə ola bilər ki, yəni bu kiçik yaşda bir uşaq. Deyir ki, mən imama dedim ki, Allah məni sənə fəda etsin. Bu uşağın 3 yaşı var. Yəni o dövrdə İmam Cavad əleyhissalamın 3 yaşı var idi və İmam Rıza bu şübhəyə cavab verir ki, çünki görür ki, o şəxsin zehnində belə bir şübhə var ki, kiçik yaşlı uşaq necə imamət məqamına çata bilər. İmam Rıza əleyhissalam bu şübhəyə belə cavab verir ki, Allah Taala İsa ibn Məryəmi səmavi bir dinlə yer üzərinə göndərdi. Bu zaman onun yaşı mənim övladımın yaşından da az idi. İmam Cavad əleyhissalamın həyatı haqqında biz çox söhbətlər eləyə bilərik, bir neçə verilişlər danışa bilərik, amma vaxtımız az olduğuna görə bu qədərlə mən istəyirəm kifayətlənəm. Və qısaca olaraq imamın imamət məqamına istəyərdim toxunum ki, neçə il imamın imamət məqamı olub. Tarixdə qeyd olunur ki... Özür istəyirəm, qısa fasilə ayrılırıq. İnşallah qısa fasilədən sonra izah verərsiniz. İnşallah. Əziz və dəyərli tamaşaçılarımız, qısa fasilədən sonra görüşmək ümidi ilə. Hadi, hadi, ya hadi, 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 hadi.
Hadi, 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 Ya Hadi, 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 Ya Hadi, 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 Ya Hadi, Hadi, Ya Hadi, 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 Ya Hadi. Qısa fasilədən sonra verilişimiz davam edir. Kərbalay buyurun, inşallah zəhmət olmasa mətləbin ardını buyurun. Bəli, biz İmam Cavad əleyhissalam haqqında qısaca məlumat verdik ki, İmam Cavad əleyhissalam kiçik yaşlarında imamətə çatdı və bu şiələrdə və müsəlmanlar arasında bir şübhə oldu ki, necə ola bilər ki, kiçik yaşında bir şəxs o böyüklükdə bir imamət məqamına çatsın. Və İmam Rıza əleyhissalamdan bu sualı soruşurlar. İmam Rıza əleyhissalam deyir ki, İsa İbn Məryəm ki, Allah Taala'nın böyük peyğəmbərlərindən idi. O imamət məqamına və peyğəmbərlik məqamına çatanda onun yaşı İmam Cavad əleyhissalamdan da az idi. İmam Cavad əleyhissalamın mən qısaca olaraq istəyərdim imamət dövrünə işarə eləyək. İmam Cavad əleyhissalamın imamət dövrü 18 il 11 ay çəkir və ömrü də bu qədər çəkir ki, yəni İmam Cavad əleyhissalam ömrünün bu çağında da dünyasını dəyişir. Yəni çox kiçik yaşlarında dünyasını dəyişir. Yəni 7 yaşında imamətə çatır və 18 il 11 ayda onun imamət dövrü olur. Ümumilikdə 20 neçə yaşında, 25-26 yaşında dünyasını dəyişir. Bu qədər yəni İmam Cavad əleyhissalam və İmam Hadi əleyhissalamın ki, İmam Cavad əleyhissalam atası idi və onun anası haqqında bu qədər mən fikir edirəm ki, bu qədər kifayətdir. Çox sağ olun Kərbalaya. İstərdi zəhmət olmasa, çünki bu günləri İmam Hadi əleyhissalamın mövlud günüdür. Bizə İmam Hadi əleyhissalam barəsindəki hədislərdə o həzrət üçün ləqəblər deyilib, adlar deyilib və o həzrətin qısaca həyatına da zəhmət olmasa işarə edərdiniz və tamaşaçılarımız da istifadə etsinlər. İmam Hadi əleyhissalam hicri qəməri ilə 212-ci ildə dünyaya gəlib və Zilhiccə ayının 15-də. Və dünyaya gəldiyi yerdə Mədinə şəhərinin 5 kilometrliyində yerləşən Siriya adlı bir kənddir ki, İmam Hadi əleyhissalam həmin kənddə dünyaya gəlib. Və imamın dünyaya gəlişi haqqında Peyğəmbərdən hədisimiz var. Mən istəyərdim bu hədisi burada qısaca olaraq qeyd edək. Peyğəmbərin hədisi var ki, Peyğəmbər İmam Hadi əleyhissalamın dünyaya gəlişinə müjdə vermişdi. Bu hədis çox uzun olduğuna görə hədisin əsas hissəsini biz istəyərdim burada tamaşaçıların diqqətinə çatdıraq. Hədisdə belə buyurulur ki, Allah Taala onun sülbündən, yəni İmam Cavadın sülbündən bir nəfər yaradacaq. O nütfədən zalim və üsyankar olmayan, salih, mübarək və pak bir övlad dünyaya gələcək. Yəni Peyğəmbər qabaqcadan xəbər verir ki, İmam Cavad əleyhissalamın nəslindən zalim olmayan, üsyankar olmayan, salih bir şəxsiyyət, mübarək və pak bir övlad dünyaya gələcək. Və hətta Peyğəmbər onun adına da işarə edir ki, Peyğəmbər buyurur ki, Allah dərgahında onun adı Əli ibn Məhəmməd təyin olunubdur. Yəni görürsünüz ki, Peyğəmbər neçə yüz il əvvəldən xəbər verir ki, onun hətta adını və atasının adını da dəqiqliyi ilə deyir. Löv hədisində hətta Peyğəmbər bütün imamların adlarını çəkir. O cümlədən İmam Hadi əleyhissalamın adını. Sonra buyurur ki, onun bədənində aramlıq və vüqar libası geydirilmiş və ona elmlər əmanət veriləcəkdir. Deyir ki, o elə bir şəxsiyyət olacaq ki, həm vüqarlı bir şəxsiyyət olacaq, həm də ona ilahi elmlər əmanət veriləcək. Allah Taala sirləri ona verəcək, Allah Taala öz sirlərini ona verəcək və düşmənlərini onunla müxalifətçilikdən uzaqlaşdıracaq. Yəni qoymayacaq ki, düşmənlər ona qalib gəlsin, uzaqlaşdıracaq. İmam Hadi əleyhissalamın künyələri və ləqəbləri haqqında da mən istəyərdim danışaq. Tarixi kitablarda, eləcə də hədislərdə İmam Hadi əleyhissalam üçün bir sıra künyələr və ləqəblər qeyd olunub ki,
Bunların bir neçəsini istəyərdim qeyd eləyək. İmam Hadinin ləqəblərindən və ən məşhur ləqəblərindən olan ləqəbi Hadi ləqəbidir ki, Hadi də ərəb dilindən tərcümədə hidayətçi mənasını verir və ona görədir ki, imam bu ləqəblə daha çox məşhurdur. Eləcə də imamın digər ləqəblərindən olan Təqi ləqəbi var ki, düzdür, atasının da belə bir ləqəbi var, ancaq İmam Hadinin də belə bir ləqəbi var. Bu iki ləqəb tarixçilər və hədis kitablarında qeyd olunur ki, bu iki ləqəb çox məşhur ləqəblərindəndir. Digər bir ləqəbi Murtəza ləqəbidir. Digər bir ləqəbi Fəttah ləqəbi var və Nasih ləqəbi var və Mütəvəkkil ləqəbi vardır. Tarixçilər qeyd edirlər ki, Mütəvəkkil ləqəbini imam bəyənmirdi ki, ona mütəvəkkil ləqəbi ilə müraciət eləsinlər. Bunun da səbəbi bu idi ki, çünki imamın dövründə Abbasi xəlifələrindən birinin adı Mütəvəkkil idi və ona görə idi ki, imam bəyənmirdi ki, ona bu ləqəblə və bu adla müraciət eləsinlər. İmamın digər ləqəbləri də kitablarda qeyd olunur. Mən Mənaqib kitabından istəyərdim imamın digər ləqəbləri haqqında da məlumat verək. Digər ləqəblərindən Nəcib ləqəbi var, eləcə də Hadi ləqəbi var, Murtəza ləqəbi var və Nəqi ləqəbi var ki, bu ləqəb də daha çox məşhurdur ki, Əli Ən-Nəqi adı ilə imam həm Azərbaycanda bir çox cəmiyyətlər arasında və şiyələr arasında ən çox imamı Əli Ən-Nəqi adı ilə tanınır. Eləcə də əsərlərdə də İslam mənbələrində də Əli Ən-Nəqi kimi də imama müraciət olunur. Eləcə də alim ləqəblərindən var ki, imamın ləqəblərindən biri alimdir, fəqihdir, əmin ləqəbi var, təyyib ləqəbi və əskəri ləqəbi var. Əskəri ləqəbi İmam Həsən Əskəriyə də deyilib, amma İmam Hadi əleyhissalama da bu ləqəb verilib. Hətta İmam Hadi əleyhissalamla İmam Həsən Əskəriyə Əskəriyyin ləqəbi də verilmişdir. Çünki zamanəsinin zalim Əbbasi xəlifəsi onu Mədinədən gəzdirir və bir çətin yerdə saxlayır. Ordu bölməsində saxlayır. Məhz ona görə onu da əskəri adlandırırlar. Necə ki, İmam Həsən Əskəri İmam Həsən Əskəri də o vəziyyətdə olur. İmam Hadinin mən həyat mərhələlərini istəyərdim qısaca da işarə eləyək. İmam Hadinin biz 40 illik həyatını mülahizə eləyəndə, araşdıranda və onun fəaliyyətlərini və gördüyü işləri araşdıranda onun həyatını bir neçə mərhələyə biz bölə bilərik ki, bu mərhələlərin ilki onun imamət dövrüdür ki, atasının şəhadətindən sonra, yəni 212-ci ildən 220-ci ilə qədər 18 il. Bəli, 18 il davam eləyir. Bu birinci mərhələdir ki, 8 il müddətində davam eləyir və digər mərhələsi isə imamın 220-ci ildən 254-cü ilə qədər, yəni imamın şəhadətinə qədər davam eləyən mərhələdir. Birinci mərhələdə imam 2 Abbasi xəlifəsi ilə eyni dövrdə olur. Məmun Abbasi ilə Mu'təsim Abbasinin dövrünə təsadüf eləyir. Və ikinci mərhələ ki, 220-ci ildən 254-cü təqribən 34-35 il müddətində olur. Bu müddət ərzində 6 Abbasi xəlifəsi ilə eyni dövrdə yaşayır. Birinci xəlifə Mu'təsim olur ki, 212-ci ildən 227-ci hicri ilinə qədər. İkinci Vasiqdir, 227-dən 237-yə və üçüncü Mütəvəkkildir, 232-dən 247 və dördüncü Muntəsirdir, 247-dən 248 və beşinci Mustəindir ki, 248-dən 252 və sonuncu Mutizdir ki, 252-dən 255-ci hicri ilinə qədərdir. Bu, yəni İmam Hadi əleyhissalamın haqqında qısa məlumat idi ki, onun təvəllüdü, onun keçdiyi həyat mərhələləri. Çox sağ olun Kərbalay, Allah razı olsun. Çox gözəl izaha görə təşəkkür edirik. Sonraki sualımız budur ki, zəhmət olmasa Kərbalay bizə və əziz tamaşaçılarımıza imamın fəzilətləri barəsində və əxlaqi səciyyələri ki, imam barəsində hədislərdə gəlib, yəni bunlar hamısı Əhl-i Beyt əleyhissalam kulluhum nurun vahid, bir nurdandılar.
Yəni bunların hər bir hərəkəti, hər bir işi, etdiyi hər bir iş biz üçün örnəkdir və biz ondan örnək götürürük, dərs götürürük və istərdik imamın o fəzilətlərindən və əxlaqi səciyyələrindən əziz tamaşaçılarımıza məlumat verərdiniz. İnşallah biz də ondan istifadə edək və özümüzü az da olsa o həzrətlərə oxşadaq. Buyurun ki. Çox gözəl qeyd elədiniz ki, imamlar nur vahiddirlər, yəni eyni nurdan yaranıblar və biz imamların həyatını araşdıranda görürük ki, bütün imamlarda gözəl əxlaqi xüsusiyyətlər olub, fəzilətlər olub. Yəni biz onların birini digərindən üstün saymağımız düzgün deyil. Çünki onların əxlaqi xüsusiyyətləri və fəzilətləri eyni səviyyədədir. Və biz İmam Hadinin həyatına da baxanda bunu İmam Hadinin həyatında da müşahidə edirik ki, İmam Hadi əleyhissalam əxlaqi baxımından və fəzilət baxımından dövrünün ən üstün insanı idi və qələm onun fəzilətini izah eləməkdən acizdir. O qədər imam fəzilətli idi və əxlaqi cəhətdən o qədər üstün səviyyədə idi ki, onu vəsf eləmək bir kitabla, iki kitabla, qələmlə vəsf eləmək mümkün deyil. Bəli. Biz yalnız bəzi kitablarda və hədislərdə gələn imamın bir sıra fəzilətlərinə işarə eləmək istəyirik. Buyurun ki. Mən ilk öncə imamın səxavətindən danışmaq istəyirəm ki, imam öz dövründə ən səxavətli və bağışlayan insan idi və Quran-ı Kərimdə də buyurulduğu kimi ki, Quran-ı Kərimin İnsan surəsində ki, Azərbaycanda ən çox ona Həl-Əta surəsi kimi məşhurdur. İnsan surəsində İmamın babaları haqqında gözəl bir ayə var ki, ayənin məzmunu belədir ki, Allahın məhəbbətini əldə etmək üçün öz yeməklərini miskinə, yetimə və əsirə verdilər və onlar taamlarını Allah yolunda ehsan edir və öz ailələrinə taam qalmırdı. Yəni, ayənin məzmununu mən qeyd edirəm. Hətta öz libaslarını da paltarsız insanlara verirdilər, öz ailələri isə paltarsız qalırdı. Ehtiyac olan halda öz istədiklərini Allah yolunda verir. Yəni, imam belə bir nəslin nümayəndəsidir, İmam Hadi əleyhissalam ki, Quran-ı Kərim onu gözəl bir formada vəsf eləyir. Və biz İmam Hadinin həyatına baxanda görürük ki, tarixdə onun səxavəti haqqında bir çox nümunələr var. Hədisləri var. Bu hədislərdən mən birini qeyd edeyim. Bəli, bu hədislərdən birini mən istəyirəm qeyd edəyək. Bir neçəsi var ki, vaxtımız imkan verənə qədər. İnşallah nə qədər çatsa qeyd edərsiniz. İnşallah qalanı da gələn verilişdə əziz tamaşaçılarımıza çatdıraq. Şiənin böyük alimlərindən olan Əbu Əmr Osman ibn Səid və Əhməd ibn İshaq Əşəri və Əli ibn Cəfər Həmdani bu üç şəxsiyyət İmam Hadi əleyhissalamın hüzuruna gedirlər və bu zaman Əhməd ibn İshaq imama öz borclarından şikayət edir ki, mənim borcum çoxdur və maliyyə vəziyyətim və iqtisadi vəziyyətim o qədər deyil ki, borclarımı ödəyim. Və bu zaman imam öz vəkili olan Əmrə buyurur ki, ona Əli ibn Cəfər kimi 30 dinar ver. Və o imam bu borc verməklə həmin şəxsin borclarını ödəyir. Və bu haqda İbn Şəhraşubun gözəl bir fikri var ki, bu hədisi İbn Şəhraşub nəql edəndən sonra deyir ki, bu iş bir möcüzədir. Onu yalnız padişahlar edərlər. Biz heç kimin öz yaxınlarına belə bir bəxşiş etdiyini görməmişik. Yəni, görün imamın nə qədər səxavəti var idi, nə qədər bağışlaması var idi ki, nə qədər əlaçıq bir insan idi ki, hətta İbn Şəhraşub ki, o dövrün alimlərindən idi, onu bir möcüzə adlandırır ki, yəni o dövrdə belə bir işi görən adam gərək möcüzəvi bir şəxsiyyət olsun. Amma bu adi bir insanın fikridir. Çünki ilahi baxışla biz bu məsələyə baxsaq, bu çox qeyri-adi bir şey deyil ki, çünki bu Allah əxlaqıdır ki, Allah Taalanın əxlaqı və gözəl xüsusiyyətləri kimdə olsa, vücudunda olsa, bu adi hər bir insan bu işi görə bilər. Bəli. Peyğəmbərimizdən də çoxlu hədislər var. Peyğəmbərimizdən var, İmam Həsəndən var, İmam Hüseyndən var. Yəni, böyük şəxsiyyətlər ki, ilahi şəxsiyyətlərdir. Belə işləri onlar tarixdə görüblər. Bəli. Bağışlayın Kərbalay, verilişimizin bu yerində vaxtımız sona çatır. İnşallah Allahın izni ilə gələn verilişdə
mətləbin qalanını da əziz tamaşaçılarımıza çatdırarsınız. Çox sağ olun, zəhmət çəkdiniz, verilişimizi nuraniləşdirdiniz. Əziz və dəyərli tamaşaçılarımız, bugünkü verilişimiz sona çatdı. Bildiyimiz kimi bugünkü verilişimizin mövzusu İmam Əli Ən-Nəqi əleyhissalam barəsində idi. Və o həzrət Azərbaycanımızda İmam Hadi kimi tanınır. Allah təbarək və Teala bizi onun və Əhl-i Beyt əleyhissalamın hidayətindən uzaq salmasın. Allah bizləri hidayət olunmuşlardan qərar versin. Bir daha bu gözəl günü hamımıza təbrik deyirik. Gələn verilişlərdə görüşmək ümidi ilə sizləri Allaha tapşırırıq. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.